Bugün bizim Fibro Studiyanın beynəlxalq dərəcəli masteri olan Aygün xanımla sual-cavabımız var. Aygün xanım, hansı keyfiyyətlərə əsasən boya seçimi edirsiniz? Boyaları seçərkən əsasən tərkibinə diqqət edirəm. Yəni orqanik boya olmalıdır. Tərkibində müştəri üçün heç bir zərərli maddə olmamalıdır və bu bizim sağalma nəticəmizə, qalıcılığımıza da təsir etdiyi üçün ən gözəli orqanik və mineral boyalardır. Boyaların rəngi zamanla dəyişirmi? Əlbəttə ki, ömürlük deyə bir şey yoxdur. Müddəti bitdikdən sonra bu istəyir süni boyalarla işləyək və yaxud da təbii boyalarla işləyək. Müddəti bitdikdən sonra bu rəng dəyişimi baş verəcək. Siz beynəlxalq dərəcəli usta olaraq sizin seçiminiz hansı boyalardır? Əlbəttə ki, boya seçərkən boyanın tərkibinə çox önəm verirəm və çalışıram orqanik boyalarla işləyim. Sizə ən orqanik sertifikatlaşdırılmış dünyada rəsmi distributor biz olaraq gətirdiyimiz boyalar Fibros boyalarını təqdim edə bilərəm. Tərkibində heç bir sintetik, suni qatqı yoxdur, tam orqanik.